Səbr etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən bu, itaət edənlərdən başqa hamıya ağır gəlir. Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və ona qayıdacaqlarını yəqin bilirlər. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın. Qorxun o gündən ki, heç kəsə fayda verə bilməyəcək. Heç kəsdən şəfaət qəbul olunmayacaq. Heç kəsdən bir fidyə alınmayacaq və kömək göstərilməyəcəkdir. Bir zaman biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. O zaman biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında batırdıq.